və amma Doran Pəhləvi və Dəştumuğan. Dəştumuğan salı 1338-də cəhəti İskansazi Əşair Qəyr Dəştumuğan təsis olundu ki, əslində Dəştumuğandır və Zolceyn Muğandır və təvəssüd şirkəti benamı İqronomix idi, iştiba ilə məsələn Fəransəvi bir şirkət idi ki, bunun tərəqi ilə şirkət Sənət Muğan tərrahi olundu və sal 1357-də bəhrəbərdariyə yetişdi. Amma bənabi dəlayeli sal 1359 kimi raket oldu ki, təvəssüd bir dənə modiri əz rəşd benamı Davud Mirxani idi, fikir eləyirəm. Bu şirkət çərxi iqtisada qayıtdı və eləyə bildi, özünə bir böyük bir yer qazana və neçə min dənə iştiqazayı eləyə ki, əz cümlə Ustanı Ərdəbilin ustan olmağı, Parsabadın Şəhəristan olmağı və ustanlığımızın kollan ustan olmağının hamısı zir-i sayi və zir-i təsiri bir Sənət Muğandır. Və o zaman ki, təsis oldu şah zamanı, çoxlu cənahlar da bundan müxalif idilər. Çünki o zaman casusi halətlərimiz fiziki idi və bu mərzdə iftah oluydu. Buna bir şirkəti siyasi gözündə baxıydılar. Və Allah'a min şükür ki, bu iftah olundu və bu günləri biz mərdum və Parsabadlılar və Kolli Ustanı Ərdəbil bu şirkətin çörəyin yeyir. Və biz bunu gərək əldən verməyək və qədrşinas və pabus bir Sənət Muğan ola. Xahiş eləyirəm Sənət Muğanı yaddan çıxatmayın. Bizim kötüyümüzdür.